Sənin Allaha yardımın oruç tutmaqdır. Qarşıdan Ramazan ayı gəlir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Men sâme yevmen fî sebîlillah illa eb'adallahu an vecihihin nâra 70 harife." Kim Allah üçün bir gün oruç tutarsa, Allah onu 70 yıl cəhənnəmdən uzaq tutar. Allah onu cəhənnəmdən uzaq edər. Yəni burada 70 yıl dedikdə məsələ çoxunluq. Yəni çox vaxt, çox il Allah Teala sənə belə bir nə verir? Belə bir fürsət verir. Oruç tut, Allah Teala səni cəhənnəmdən uzaq etsin. İn tensurullaha yansurkum. Əgər Allaha kömək edərsinizsə, Allah da sizə kömək edər. Sənin Allaha köməyin Allah Teala'nın sənə buyurduğu dindir. O dini yaşamaqdır.